Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Məlum olduğu kimi mənim bir videom sosial şəbəkəyə yüklənilib mən tərəfindən ki, mən Əlixan bəy Musayev ilə qısa sual-cavab etmişəm. Amma və lakin bu sual-cavab bir qism insana agah oldu, bir qism insana agah olmadı. Bu videomun səbəbi agah olmayan şəxslərə agah edim ki, sualımın məalı nə idi, muradı nə idi. Məlum olduğu kimi siz həmən videoyu izləyə bilərsiniz. Orada Əlixan bəy Musayevə sual etmişəm ki, bəs Nur surəsinin 11-ci ayəsində siz Ayşə binti Əbu Bəkirin adını qeyd etmişsiniz, amma Təhrim surəsinin 3-cü ayəsində nə xanım Ayşənin, nə də ki, xanım Həfsənin adını qeyd etməmisiniz. Bu sual nədir? Bu sual budur ki, Nur surəsinin 11-ci ayəsinə biz nəzər saldığımızda görürük ki, orada Peyğəmbər zövcələrin birinə dil tənəsi uzadılır, zina ilə ittiham olunur. Allah subhanahu və teala da həmin qadını nə edir? Təmizə çıxardır. Bu bəyandır. Yəni bu tərif ayəsidir, təriflənən ayədir. Və bu hadisənin adı da ifq hadisəsidir. İfq hadisəsi də iki görüş var. Biri xanım Ayşə binti Əbu Bəkirə aiddir, biri isə xanım Mariya İbn Qibtəyə aiddir. İndi əslində bu ayə kimə aiddir? Nuzul səbəbi kimədir? Mövzum bu deyil. Olsun xanım Ayşə binti Əbu Bəkir. Mövzum bu deyil. Ki zaten də bəzi şia alimləri də zaten elə bu görüşdə olublar. Mənim mövzum başqadır. Ki mən sualımın mənasında, yəni muradında bunu demək istəmişəm ki, və demişəm də zaten ki, Əlixan bəy, siz Təhrim surəsində Nur surəsinin 11-ci ayəsiz kimi adları qeyd etməmisiniz. Çünki Təhrim surəsində artıq tərif ayəsi deyil. Aydın? Məzəmmət ayəsidir ki, Peyğəmbərin iki zövcəsi Peyğəmbərə qarşı çıxmaq istəyərsə, Peyğəmbər onları boşayar, onların daha yaxşısını alar və s. və ilaxır. Ayənin məzmunu bu cür nədir? Bu ayə hansı zövcələrə aiddir? Axı Əhl-i-Sünnə vəl Cəmaətin etiqadında, hədis külliyyatında, təfsirlərində səhih olan məlumat, təvatur dərəcəsində olan məlumata əsasən, çünki bunlarda təfsirdə qeyd olunur ki, Abdullah ibn Abbas Ömər ibn Xəttaba ya ümrə ziyarətinə gedərkən və yaxud ki, həcc ziyarətinə gedərkən yolda sual edir ki, Təhrim surəsi ilk ayələri kimə aiddir? İlk üç ayəsi Ömər ibn Xəttab buyurur ki, biri mənim qızım Həfsəyə, digəri isə Əbu Bəkirin qızı Ayşəyə aiddir. Bu hədis Təhrim surəsinin 3-cü, 4-cü ayələrin təfsiridir. Aydın? Yəni sualım budur ki, ey Əlixan bəy, siz əgər Qur'anı cəmiyyətin başa düşdüyü dildə tərcümə edirsinizsə, onların adlarını qeyd edirsinizsə ki, cəmiyyət agah olsun ki, bu ayə kimə aiddir? Niyə görə Təhrim surəsinin 3-cü ayəsini siz qeyd etməmisiniz? Adları. Niyə? Əlixan bəy də özü də bildi ki, bu sualın incəlinə getdikcə başqa problemlər çıxacaq. Ona görə də səthi olaraq mənə cavab verdi ki, gələn nəsillərdə bu düzələcək. Və mənim ikinci sualım oldu ki, niyə görə Ali İmran surəsinin 61-ci ayəsində Allah subhanahu və teala buyurur ki, ey Peyğəmbər, deginən, biz öz oğlanlarımızı, siz öz oğlanlarınızı çağıracaqsınız. Buradakı qəsd Həsən və Hüseyn əleyhisselam idi. Sonra Allah subhanahu və teala buyurur ki, biz öz qadınlarımızı, siz öz qadınlarınızı çağırarsınız. Buradakı bəs xanım Fatimə Zəhra salamullahi aleyha idi. Sonra Allah subhanahu və teala buyurur ki, siz öz nəfsinizi və anfusna və anfusakum. Biz öz nəfsimizi, yəni özümüzü çağırarıq. Buradakı da qəsd Əmirəl-Müminin Ali ibn Əbu Talib əleyhisselam idi. Bu hədis də, bu hadisə də təvaturdur. Həm tarixdir, həm hədisdir, həm təfsirdir və həm də məşhurdur. Aydın? Ki, niyə görə Əlixan bəy Musayev siz əgər Tövbə surəsinin 40-cı ayəsində Əbu Bəkirin adını yazdığınız halda Ali İmran surəsinin 61-ci ayəsində niyə Alinin, Həsənin, Hüseynin, xanım Fatimənin adını yazmamısınız? Niyə Əhl-i Beytin adı gizlədilir? Ona görə sualımın yəni mənası buydu, məalı buydu, muradı buydu. Bu videomda inşallah ki, o sual cavabı başa düşməyənlərə gəlsin. Yenə deyirəm, mənim hər bir sözümün dəlilləri möhkəmdir, səhihdir, təvatur dərəcəsindədir. Aydın? Əlixan bəy də Musayev buyurdu ki, məncə də çox da gözəl cavab verdi ki, gələn nəsillərdə düzələcək. Yəni, indiki nəsillərimiz xətalıdır. Əgər xətalı deyilsə, niyə düzəlsin?
Əgər düzələcəksə, düzəlməyə ehtiyac varsa, demək ki, xətadır. İnşallah ki, bu xətalarda düzəlməyini səbirsizliklə gözləyirik ki, Əhl-i Beytin adları Qurani-Kərimdə gizlədilməsin. Ya ümumən adlar təqdim olunmasın. Əgər adlar təqdim olunursa, onda gərək ki, digər şəxslərin də adları, məşhur şəxslərin adları qeyd olunsun. Necə ki, İmam Ali, İmam Həsən, İmam Hüseyn, xanım Fatimə Zəhra sallallahu əleyhə də məşhur şəxslərdir, peyğəmbərin xas ailəsidir. Və aleyküməssələm və rəhmətullahi və bərəkətuhu.